bərabər modul x, y bərabərdir kök 6x funksiyaları, onların qrafikləri və qrafiklərinin çevrilmələri mövzusunun suallarına baxarıq. Başlayaq birinci sualdan. Birinci sualda deyir şəkildə hansı funksiyanın qrafiki təsvir olunub? Biz mövzu izahında funksiyanın qrafikinin sxematik təsvirini sizdən öyrənmişdik. Verilən funksiya kök 6 funksiyanın qrafikidir. Fikir versəz, burada verilmiş funksiyanın təpə nöqtəsinin koordinatlarına baxmalıyıq. Təpə nöqtəsinin koordinatları -1, 0 nöqtəsidir. Onda verilmiş funksiyamız olacaq y bərabərdir kökün altında x üstəgəl 1 üstəgəl 0 şəklində. Doğru cavab B. İkinci oxşar sual. Təpə nöqtəsinin koordinatlarına baxaq. 2, 0 nöqtəsindədir. Onda verilmiş funksiya olacaq y bərabər kökün altında x çıxılsın 2 üstəgəl 0 şəklində. Burada doğru cavab C. Üçüncü sualda funksiyanın qiymətlər çoxluğunu soruşur. Funksiyanın qiymətlər çoxluğu dedikdə y-in ala biləcəyi qiymətlər başa düşülür. Verilən funksiya cüt dərəcədən kök 6 funksiyasıdır. Verilən funksiyanın ən kiçik qiymətini tapmalıyıq. Baxırıq ki, funksiyanın ən kiçik qiyməti 0-dan başlayır. Ən kiçik qiymət yəni 0-dır. Çünki mənfi qiymət ala bilmir. Onda verilmiş funksiyanın qiymətlər çoxluğu, yəni YF bərabər 0-dan başlayıb müsbət sonsuzluğa qədər qiymət ala bilər. Doğru cavab B. Dördüncü sualda funksiyanın təyin oblastını soruşur. Funksiyanın təyin oblastı dedikdə x-in ala biləcəyi qiymətlər başa düşülür. Verilmiş funksiya kök 6 funksiyasıdır. Biz bilirik kök 6 ifadə mənfi qiymət ala bilməz. Həmişə 0-dan böyük bərabər qiymət almalıdır. Onda 3 çıxılsın x, yəni kök 6 funksiya böyük bərabər 0. Burada mənfi x böyük bərabər mənfi 3. Hər tərəfi bərabərçiliyin hər iki tərəfini mənfi 1-ə bölsək, x kiçik bərabər 3 olacaq. Mənfiyə vurub böldükdə, bərabərçiliyin hər iki tərəfini mənfiyə vurub böldükdə, bərabərçilik işarəsi əksinə dəyişəcək. Onda verilmiş bərabərçiliyin həlli olacaq mənfi sonsuzluqdan müsbət 3-ə qədər. Doğru cavab C. Verilən funksiyadır hansına uyğundur? Biz bilirik ki, bu modul x funksiyasının qrafikidir. Doğru cavab C-dir. Birinci A kubik paraboladır. İkinci kvadratik funksiyanın qrafikidir. Yəni parabola əyrisidir. D kx funksiyasıdır. Yəni düz xəttli qrafiki. Y bəndində isə tərs mütənasibliyin qrafikidir. Funksiyasıdır. Yəni hiperbola əyrisi. 6-cı sualda deyir funksiyanın ən kiçik qiymətini tapın. Biz bilirik modul funksiyasının ən kiçik qiyməti 0-dır. 0-dan mənfi 2 çıxsaq, ən kiçik qiymət olacaq. Ən kiçik qiymət mənfi 2. 7-ci sualda funksiyanın ən kiçik qiymətini soruşur. Modul funksiyanın ən kiçik qiyməti 0-dır. 0-dan mənfi 1-i çıxsaq, ən kiçik qiymət olacaq mənfi 1. 8-ci sualda qrafiklərdən hansı deyir? Y bərabər modul x üstəgəl 2 çıxılsın 1 funksiyasının qrafikidir. Təpə nöqtəsinin koordinatlarına baxaq. Təpə nöqtəsinin koordinatları mənfi 2, mənfi 1 nöqtəsində olmalıdır. Fikir versəz doğru B. Verilən funksiyanın təyin oblastını tapın. Biz biraz əvvəl bunun haqqında danışdıq. Təyin oblast x-in ala biləcək qiymətlərdir. Əgər funksiya kökün altındadırsa 0-dan böyük bərabər, kəsir şəklində verilibsə, məxrəc 0-dan fərqli olmalıdır. Onda burada iki funksiya verilib. Biri 1 çıxılsın x funksiyası, digəri isə x çıxılsın 1 funksiyası. Hər iki funksiya 0-dan böyük bərabər qiymət almalıdır. Birinci ifadədə x kiçik bərabər 1 olur. İkincidə isə x böyük bərabər 1. Fikir versəz, birinci bərabərçiliyin həlli x-dən kiçik bərabərdir, 1-dən kiçik bərabərdir. İkincidə isə 1-dən böyük bərabərdir. Hər iki şərti ödəyən, yəni bunların kəsişməsi yalnız 1 ədədidir. Doğru cavab D. 10-cu sualda kök 6 funksiyadır. Kök 6 funksiya 0-dan böyük bərabər qiymət almalıdır. Onda qeyd eləyək 3 çıxılsın pi bölünsün x çıxılsın 2. Böyük bərabər 0. Kəsrin surəti p-nin təqribi qiyməti 3,14-dür. 3-dən 3,14 çıxanda surət mənfi qiymət alır. Əgər surət mənfidirsə, onda məxrəc də mənfi olmalıdır ki, kəsrin qiyməti 0-dan
böyük qiymət alsın, onda biz x çıxılsın 2-ni 0-dan kiçik götürürük. Bərabər götürə bilmirik, çünki məxrəc 0 ola bilməz. Onda x buradan kiçikdir 2-dən. X 2-dən kiçikdirsə, bərabərsizliyin həlli mənfi sonsuzluqdan 2-yə qədər olacaq. Doğru cavab Y. 11-ci sualda funksiyanın təyin oblasını soruşur. Kök 6 funksiyadır. 0-dan böyük bərabər qiymət almalıdır. 2x çıxılsın 8 bölünsün pi çıxılsın 3 böyük bərabər 0. Kəsrin məxrəci p-nin yerində 3,14 yazsaq, ondan 3 çıxanda müsbət qiymət verəcək bizə. Surət müsbət olmalıdır ki, müsbətə böləndə bərabərsizliyin şərti ödənilsin. Yəni müsbət qiymət alınsın. Ona görə kəsrin surəti 2x çıxılsın 8 ifadəsi 0-dan böyük bərabər olmalıdır. Surətdə olduğu üçün bərabəri də götürə bilirik. Buradan 2x böyük bərabərdir 8-dən, x böyük bərabər 4-dən. X 4-dən bərabər o deməkdir ki, 4-dən başlayır, müsbət sonsuzluğa qədər qiymət alır. Doğru cavab Y. 12-ci sual. Funksiyanın ekstremum nöqtəsini tapın. Funksiyanın ekstremum nöqtəsi dedikdə, funksiyanın ən böyük və ya ən kiçik qiymətini aldığı nöqtədir. Baxırıq, burada modul funksiyasıdır. Bunun ən kiçik qiyməti 0-dır. Onda baxırıq 0 qiymətini hansı nöqtədə alır? 2x üstəgəl 10 bərabərdir 0. Buradan 2x bərabərdir mənfi 10. X bərabərdir mənfi 5. Deməli, mənfi 5 nöqtəsində funksiya ən kiçik qiymətini alır. Doğru cavab D. 12-də funksiyanın, 13-də funksiyanın təyin oblasını soruşur. Kök 6 funksiyasıdır. 0-dan böyük bərabər olmalıdır. 5 çıxılsın kök 26 bölünsün 2x çıxılsın 9 böyük bərabər 0 olmalıdır. Kəsrin surətinə fikir versəz, 5-i kök altında fikirləşsək kök 25-dir. Kök 25-dən kök 26 çıxanda mənfi işarəli qiymət verəcək bizə. Surət mənfidirsə, məxrəc də mənfi olmalıdır ki, bərabərsizliyin şərti ödənilsin. Yəni, müsbət qiymət alsın. Bunda 2x çıxılsın 9 0-dan kiçik olmalıdır. Bərabər götürə bilmirik, çünki məxrəcdədir. Onda buradan 2x kiçikdir 9-dan, x kiçikdir 4/5-dən. X 4/5-dən kiçikdir. O deməkdir ki, mənfi sonsuzluqdan müsbət 4/5-ə qədər qiymətlər ala bilər. Doğru cavab D. 14-cü sualda A parametrinin neçə tam qiymətində verilən funksiyanın qrafiki koordinat başlanğıcından keçər. Əgər funksiyanın qrafiki koordinat başlanğıcından keçirsə, biz bilirik ki, koordinat başlanğıcında nöqtənin koordinatları 0, 0 olur. Yəni, x də 0 olur, y də 0 olur. Gətirib verilən funksiyanın yerində yazaq. Kök altında fikir versəz, x-in yerində 0 yazsaq, bura olacaq 0. Kök altında qalacaq a kvadratı çıxılsın 9-un kvadratı. Üstəgəl a kvadratı çıxılsın 9. Bərabərdir, y-nin də qiyməti 0 olacaq. Buradan kök altında a kvadratı çıxılsın 9-un kvadratı bərabərdir. Verilən ifadəni, yəni a kvadrat çıxılsın 9 ifadəsini bərabərliyin sağ tərəfinə keçirsək, alınacaq 9 çıxılsın a kvadratı. Bir misal göstərim. Məsələn, biz modul funksiyasını sizdən keçəndə 2 çıxılsın kök 7 ifadəsini sadələşdirəndə birinci modulun işarəsini təyin edirdik. Baxırdıq ki, modulun daxilindəki ifadə mənfidir. Onda biz verilən funksiyanın qabağına da mənfi qiymət işarəsini atırdıq ki, ifadənin qiyməti müsbətə çevrilsin. Yəni, bu da bərabərdir kök 7 çıxılsın 2 qiymətini. Əgər modulun daxilindəki ifadə öz yerlərini dəyişirsə, yəni qabağına mənfi atılıbsa, onda modul daxilindəki ifadə mənfi olub ki, qabağına mənfi atılıb, müsbətə çevrilib. Fikir versəz, buradakı ifadədə də eyni ilə biz buradan kvadratla kök ixtisar getsə, bu qalacaq a kvadratı çıxılsın 9. Bərabər 9 çıxılsın a kvadratı. Fikir verirsinizsə, yerlərini dəyişib. Yerlərini dəyişibsə, onda a kvadratı çıxılsın 9 ifadəsi 0-dan kiçik bərabər olub.
Bunu həll eləsək, vuruqlara ayırsaq A çıxılsın 3, A üstə gəl 3. Əslində biz bunun qısa yolunu sizlə öyrənmişdik. A1-imiz -3'dür. A2'miz müsbət 3'dür. Əgər kiçik bərabər işarəsi varsa, onda köklər aralığıdır. Yəni -3'dən müsbət 3'ə qədər qiymətlər ala bilər. Bizə deyir ki, A parametrinin neçə tam qiymətində. Bunda neçə tam qiymətini tapmaq üçün 3'dən -3'ü çıxıb üzərinə 1 gəlirik. Çünki sərhəd qiymətləri daxil olduğu üçün üzərinə 1 gəlirik. Bu da bərabərdir 6 üstə gəl 1, 7. Sayıb da tapa bilərsiniz. Doğru cavab oldu 7. 15-ci sual oxşar sualdır. X-in yerinə koordinat başlanğıcından keçirsə, X-imiz də 0'dır, Y-imiz də 0'dır. X-in yerinə 0 yazsaq 0'a çevriləcək, Y-in yerinə də 0 yazsaq, onda kvadratla kvadrat kök işarəsi ixtisara gedəcək, qalacaq modulda A kvadratı çıxılsın 16. Verilən A kvadrat çıx 16'nı bərabərliyin digər tərəfinə keçirsə, 16 çıxılsın A kvadratı. Fikir versəz yenə yerlərini dəyişib. Onda A kvadratı çıxılsın 16 ifadəsinin qiyməti mənfi olub. Onda buradan A çıxılsın 4, A üstə gəl 4. Hasili 0'dan kiçik olur. Bunu istəsəz intervalından həll eləyəcək. Bunun kökləri -4, müsbət 4'dür. Aralıqlara bölsək, 4'dən böyük qiymət versək müsbət, mənfi, müsbət. Bizdən istədiyi kiçik bərabərdir. Yəni -4, müsbət 4 aralığıdır. Burada yerləşən tam ədədlərin sayını soruşur. -4, müsbət 4 aralığında 4'dən -4'ü çıxıb üzərinə 1 gəlirik. Bərabərdir 9 ədəd. Deməli, doğru cavabımız 9. 16-cı sualda uyğunluq sualıdır. Birinci şərtdə gəlin bunların təyin oblastını tapaq. X üstə gəl 4 kök altında olduğu üçün böyük bərabər 0. Buradan x böyük bərabər -4. Yəni -4 müsbət sonsuzluq. Baxırıq -4 müsbət sonsuzluq A. Onda 1'ə gedir A. İkinci x çıxılsın 3 böyük bərabər 0. Buradan x böyük bərabərdir 3'dən. Yəni 3 müsbət sonsuzluq. Baxaq. B 2'ye gedir B. Bunları buradan silək. Üçüncü funksiyada x çıxılsın 4 böyük bərabər 0. X böyük bərabər 4. Yəni 4 müsbət sonsuzluq. 3'ə gedir Y. Baxaq. Cüt funksiyadır. Xeyr, cüt funksiya qrafiki ordinat oxuna nəzərən simmetrik olmalıdır. Fikir versəz, funksiyaların qrafikləri parabolanın bir qoluna oxşar əyridir. Yəni qrafik belə olmalıdır bu şəkildə. Yəni bu ordinat oxuna nəzərən simmetrik deyil. Yəni cüt funksiya deyil. Azalan funksiyadır. Baxırıq. Üçüncüdə əgər kökaltı funksiyanın, baxın, yəni bucaq əmsalını ki deyirdik, mənfi olarsa, tək funksiyadır. Azalan funksiyadır. Mənfidirsə, onda 3'ə gedir həm də D. DY. Sonra 17-ci sualda baxaq. X üstə gəl 3 böyük bərabər 0. Bunda buradan x böyük bərabər -3. Yəni -3'dən müsbət sonsuzluğa qədər təyin oblastıdır. 1'ə -3 müsbət sonsuzluq 1'ə gedir C. İkinci suala baxaq. X çıxılsın 2 böyük bərabər 0. X böyük bərabər 2. Yəni 2'dən müsbət sonsuzluğa qədər qiymət alır. 2 müsbət sonsuzluq 2'ə gedir D. Üçüncü sualda x çıxılsın 3 böyük bərabər 0. X böyük bərabərdir 3'dən. Yəni 3 müsbət sonsuzluq 3'ə uyğundur B. Tək funksiyadır. Xeyr, tək funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdir. Heç birinə uyğun deyil. Artan funksiyadır. Baxaq, müsbət olan üçüncüdə müsbətdir. Deməli, artandır. Doğrudan da fikir versəz, qrafikə bir dənə fikir verin. Artan olduğunu görəcəksiniz. X, Y. X-3 təpə nöqtəsinin koordinatları 3, 0 nöqtəsindədir. Deməli, 3, 0 nöqtəsi buradır. Qrafik
bu şəkildə olacaq. Fikir verirsəz, qrafikə soldan baxanda, sol tərəfdən baxanda qrafik yavaş-yavaş artmağa doğru gedir. Artırırsa, deməli bu artan funksiyadır. Onda 3-ə həm də gedəcək y. Keçək 18-ci suala. 18-ci sualda bizə deyir ki, Euler-Venn diaqramında y bərabər x kvadrat üstəgəl p üstəgəl q və y bərabər x minus m üstəgəl n funksiyalarının sıfırları verilib. Qm hasilini soruşur. Baxın, birinci funksiyada, yəni y bərabər x kvadrat üstəgəl p üstəgəl q funksiyasında köklər verilib. Köklərdən biri x1 bərabər 4, x2 bərabər 2 qiymətidir. Buradakı q köklərin hasilidir. Yəni 4 vurulsun 2 bərabər 8. Q vuruğunun qiymətini tapdıq. Qaldı bir dənə m-i tapmaq. M-i də tapandan sonra bunların hasilini taparıq. Buradan köklərə baxaq. x1 bərabərdir 2, x2 bərabərdir -5. Gətirib yerinə yazaq. Yəni verilən qiymətləri yazaq x-in yerində. Birində y bərabər, bax buradan yazaq elə. Y bərabər yazırıq. 2 çıxılsın m üstəgəl n. Digərində də y bərabərdir -5 çıxılsın m üstəgəl n. Bunları tərəf-tərəfə çıxsaq, n'lər islah gedər, y'lər islah gedər. Onda qalacaq burada 2 çıxılsın m. Tərəf-tərəfə çıxanda çıxılsın olacaq modulda -5 çıxılsın m. Onu da bərabərliyin digər tərəfinə aparsaq, -5 çıxılsın m alarıq. Modul tənliklərini biz sizinlə öyrənmişdik. Modul tənliklərinin bir dəfə müsbətini, bir dəfə də mənfisini götürüb həll edirik. Yazaq buradan 2 çıxılsın m bərabərdir bir dəfə 5 üstəgəl m, yəni mənfisinə, bir dəfə də müsbətinə 2 çıxılsın m bərabərdir -5 çıxılsın m-ə. Buradan baxsaq, m-i bir tərəfə gətirsək, olacaq müsbət 2m bərabərdir -3. Buradan m bərabərdir -1/5. Digər tərəfdən m'lər islah gedir. Ədədləri bir tərəfə alsaq 0 bərabər -7. Bunun həlli yoxdur. Boşluqluqdur. Onda m-i tapdıq -1/5. Q-nün də qiymətini tapmışdıq 8 idi. Onda Q vurulsun m bərabərdir 8 vurulsun -1/5. Bu da bərabərdir -12 olacaq. Yəni burada doğru cavab oldu -12. Digər suala baxaq. Yenə də sıfırlarına baxaq. Kökləri x1 bərabər 6, x2 bərabər -3'dür. Q bərabərdir köklərin hasilidir. Yəni 6 vur -3 bərabərdir -18. 6 vurulsun -3 bərabər -18. Digər ifadədə yerinə yazsaq, bir dəfə y bərabərdir. Modulda kökləri bilirik ki, biri -3'dür. x1 bərabər -3, x2 bərabərdir 7 qiymətindədir. -3 çıxılsın m üstəgəl n. Digərində isə y bərabərdir 7 çıxılsın m üstəgəl n olacaq. Bunu gətirib burada yerinə yazsaq, keçək alt-alta yazaq bunları. Qalsın burada. Bunu tərəf-tərəfə çıxsaq, onda alarıq buradan. Modulda -3 çıxılsın m bərabərdir 7 çıxılsın m. Kvadrata yüksəldib də həll eləyə bilərik. Biz daha rahat olsun deyə bir dəfə müsbətini, bir dəfə mənfisini götürürük. -3 çıxılsın m bərabərdir 7 çıxılsın m. Birinci bu tənliyi həll eləyək. Fikir verin, bunu həll eləyəndə m'lər islah gedir. -3'ü sağa aparsaq 0 bərabərdir. Müsbət 3 kimi keçəcək, olacaq 10. 0 10'a bərabər olmadığından bunun həlli yoxdur. İkinci halda -3 çıxılsın m bərabərdir m çıxılsın 7, yəni mənfi atırıq qabağına. Buradan 2m bərabərdir. -7'ni sol tərəfə gətirsəm müsbət 7 olacaq 4. Onda m bərabərdir buradan 2'yə. Q vuruğunu tapmışdıq. Q vuruğu
-18 m tapdıq 2. Bizdən q vurulsun m istəyir. Q -18 idi. M tapdıq 2. Bu da bərabər -36. Doğru cavab. Baxaq 20-ci suala. 20-ci sualda deyir funksiyanın qrafiki koordinat başlanğıcı və 3-cü rübdə yerləşərsə A parametrinin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Qrafiki sxematik təsvir edək. X, Y. Bizə deyir ki, qrafik koordinat başlanğıcı və 3-cü rübdən keçir. Deməli, kök altı x funksiyasının qrafiki kimidir. Onda qrafik əgər 3-cü rübdədirsə, biz bilirik ki, kök altı ifadənin qabağındakı verilmiş ifadə mənfi olmalıdır. Müsbətdirsə əgər 1-ci rübdə olacaq və bu şəkildə olacaqdı. Onda yazırıq a kvadratı çıxılsın 64. Kiçik olmalıdır 0. Kiçik bərabər yox. Kiçik 0. Niyə? Çünki 0 olsa əgər bu funksiya fx bərabərdir 0 funksiyası olacaq. Bu da bir sabit funksiya olacaq. Bunu həll edib bir dənə də kök altı ifadə 3 minus a ifadəsi bilirik kök altı ifadədir. Yəni 3 çıxılsın a 0-dan böyük olmalıdır. Bərabər yox, çünki bu da 0 olsa əgər yenə də eyni bayaq dediyimiz kimi fx bərabərdir 0 şəklində olacaq. Buradan a çıxılsın 8, a üstə gəl 8 kimi yazsaq, kiçik 0. Verilən köklər -8-dən müsbət 8-dir. Bunu danışmışdıq. Əgər kiçik işarəsidirsə, onda -8, müsbət 8 aralığında qiymətlər alacaq. Digər bərabərsizliyi həll etsək, a kiçikdir 3 qiyməti olacaq. Bunları kəsişdirsək, fikir verin. -8, müsbət 8 verilən aralıq. Bir də 3 müsbət, bunları almır. Bir dənə də 3 müsbət sonsuzluq. Bunları da ştrixləsək, kəsişməni ayağını görmək olur. Deməli, həllər çoxluq olacaq. 3, 8 aralığı. Verilən aralıqdakı tam qiymətlərin cəmini soruşur. Yəni, bu aralıqdakı tam ədədlər 4, üstə gəl 5, üstə gəl 6, üstə gəl 7, bərabər 9, 15, 22 olacaq. Burada da doğru cavab 22. Bu qədər. Birinci bölmədir. İndi bundan sonra isə tək və cüt funksiyalar, artan, azalan funksiyalar, dövrü funksiyalar haqqında izahını verib göndərərik.